Mehmet Salcaqda iştirak etməyə hazırsanmı? Bəli. Həyəcan yoxdur ki. Evet. O zaman başlayaq. Hansı səslərə danışıq səsləri deyirlər? Danışarkən istifadə etdiyimiz səslərə danışıq səslər deyilir. Danışıq səsləri yazıda nə ilə işarə olunur? Hərflə. Səs nədir, hərf nədir? Səslər deyilir və eşidirik, hərflər yazırıq və görürük. Neçə hərfimiz var əlifbamızda? 32, Neçə səs var? 34, Səslər neçə yerə bölünür? 2 yerə. Hansılardır? Saatlər, samitlər. Neçə saitimiz var? 9, Neçə samit? 23, Qalın saitlər say. A, I, O, U, İncələri, E, Ə, İ, Ö, Ü, dodaqlanan, O, Ö, U, Ü, qapalı saitlər, U, İ, U, Ü, açıq saitlər, A, E, Ə, O, Ö. samitlər neçə yerə bölünür? 2 yerə. Hansılardır? Çarp və cingiltili. Aydındır. Hansı cingiltili samitin kar qarşılığı yoxdur? El, M, N, R. Onları necə adlandırırıq? Sonra samitlər. Hansı kar samitin cingiltili qarşılığı yoxdur? Varlığın adını bildirən nitq hissəsinə nə deyirik? İsim. İsmin suallarını deyin. Kim, nə, hara. Aha, yaxşı. Elə bir isimdir ki, kim sualına cavab versin? Günel. Günel. Kim? Günel. Bəli. Yaxşı. Elə bir isimdir ki, nə sualına cavab versin? Bayraq. Aha, yaxşı. Hara sualına cavab verən bir isimdir? Bakı. Biz fonetika bölməsində nəyi öyrənirik? Danışıq səsləri, heca, ahəng tonunun vurğu. Yaxşı. Heca nəyə deyilir? Heca sözün asanlıqla bölünmə hissəsinə heca deyilir. Söz sətirdən sətirə nə vasitəsilə keçirilir? Defis və heca bölünsün. Bəli, hecaya bölürük və keçiririk. Məqsədinə görə cümlənin neçə növü var? 4. Hansılardır? Nəqli, sual, nida, əmr. Aha. Nəqli cümlənin məqsədi nədir? Bizə məlumat verir. Aha, sağ ol. Sonda hansı işarə qoyulur? Nöqtə. Yaxşı. Bir nəqli cümlədir. Əli vəzifətdən yıxıldı. Yaxşı. Bir əmr cümləsidir. Aytat, yazını qəşəng yaz. Olar. Qəşəng yaz. Davam eləyək. Yaxşı. Bir nida cümləsidir. Ay aman, İran. Olar. Davam eləyək. Bizim neçə cür lüğətimiz var? Hansılardır? Orfoqrafiya, orfoepiya, izahlı lüğət. Orfoqrafiya özündə nəyi əks etdirir? Bizə nəyi öyrədir? Sözlərin düzgün yazılsın. Bəs orfoepiya, Sözlərin düzgün deyişi. izahlı lüğət nəyi öyrədir? Sözlərin mənasını bildirir. Sözlərin mənasını bizə izah edir. Yaxşı. Davam eləyək. Söz quruluşuna görə neçə cür olur? Üstü. Hansıdır? Sadə düzəltmə, mürəkkəb. Aha, bir sadə söz deyə görüm. Gül. İndi gül sözünə leksik şəkildə əlavə elə. Düzəltmə sözü alınsın. Kitab. Güldan. İndi mənə bir mürəkkəb söz deyin. Qızıl gül, baxa-baxa, yıxıla-yıxıla. Aha, oldu. Oldu, yaxşı. Bəs. Sən mənə 2 cür yazılan şəkildə deyə bilərsənmi? Lavlər. Larlər, bəli, cəm şəkilçisi 2 cür yazılır. İndi isə mənə 4 cür yazılan şəkildə deyə. U-i, u-u. Başqasını da deyə bilərsənmi? Sız, siz, sus. Süz. Aha. Oldu Məhəmməd. Suallarımız burada bitdi. Çox sağ ol. Təşəkkür edirəm.